Bax bu müğənnidən gedir söhbət. Dəniz Əsədovadan. Bax bu yaraşıqlı müğənnidən gedir söhbət. Bax Dəniz Əsədov. Gözəl, yaraşıqlı bir müğənnidir. Elə. Nə yazılıb burada? Nə yazılıb burada? 3 gün əvvəl amnistiya aktı nəticəsində azadlığa buraxılan Dəniz Əsədova yenidən məhkəmə qarşısına çıxarıldı. Yenidən məhkəmə qarşısına çıxarıldı. Niyə çıxarıldı axı bu? Baxın dəyərli vətəndaşlar, 3 gün bundan qabaq çıxmışdı azadlığa, bax azadlığa çıxmışdı, yenidən məhkəmə qarşısına çıxdı. Niyə? Niyəsin deyilmi sizə? Gəlin baxın. Deməli, bu müğənni Dəniz, bax baş prokuror Kamran Əliyev, bax Kamran Əliyev baş prokuror. Arvadı Afrikaya qaçıbdı bunun. Baş prokuror bu müğənnini saxladığını hamı bilirdi. Bu müğənni ilə sevişirdi. Baş prokurorla cinsi münasibətdə olan bu müğənni biabırçı videosunu çəkmişdi baş prokurorun gizlicə. Deməli, sonra baş prokuror Dəniz Əsədovanın münasibəti korlanıbdı. Basıb qızı döyübdü. Qızı basıb döyübdü. Şey durmayanda əsəbləşib qızı basıb döyübdü. Qızı basıb döyübdü, qız da əsəbindən baş prokurorla yataq görüntülərini, konkret görüntülər belə olubdu. Qız uzanıbdı, belə Kamran da başını soxub kıçaların arasına mamışını yalayırmış. Qız da həmən bir əlindən onu çəkirdi belə. Və o görüntüləri çəkirdi, o video əlində var imiş, onu göndərir məktubdan Prezident İlham Əliyevə. Qız bezirdi, hər dəfə mıxı durmur, nəsə olur, döyür qızı basır. Qız aralanmaq istəyir, artıq aralanmır, döyür. Kamran qızı döyüb, ona işgəncə verilmiş. Qız da bezib görüntüləri göndərib Prezident aparatına. Prezident aparatında vətəndaşların şikayətinə baxan Süleyman İsmailov deyilən peysər, həqiqi petuqdur ha, vallah petuqdur. Hamı tanıyır bunu, bu petuqdur. Baba bu petuqdur. Süleyman İsmailov, Prezidentdən Məktublar Şöbəsinin rəisidir, hamı tanıyır da yəni. Hamı da prezident aparatı bilir petuqdur. Bir neçə yaraşıqlardan, bəlkə 20-30 nəfər yaraşıqlardan prezident aparatında bunun otağında şey eləyibdir. Uzun sözün qısası, bax bu adam, deməli, Süleyman İsmailov qızın diski görür, məktubları açır, açmadığı məktubu İlhama göstərməz. Ümumiyyətlə İlham məktub görmür, bəzi məktublar İlham nəyəsə əlini vurmaz, qorxur ki, zəhərləyərlər. Hansı məktub olursa, məsələn, bəzi ola bilər, milyon, milyard söhbəti gedəndə həyifrə verər, İlham birbaşa o məktuba ekranda baxar. Amma qalan belə məktubları İlhama vermirlər. Nəysə bu məktubu da baş prokurora satıb, Süleyman satıb. Demək Süleyman İsmailov məktubu görübdü, diski görüb, diskə baxıbdı və Kamran Əliyev baş prokuror qızın bu müğənninin mamışını yalayır. Və müğənniyə deyir, belə bir şey məlumatı gəl, prezidentə çatdırmalıyam, belə elə. Bu da deyir, nə qədər lazım baş prokuror çalan pul veribdi, neçə milyon veribdi. Bu kaseti də, məktubu da alıbdı. Və müğənni bastırıb türməyə içəri bastırıb müğənnini. Müğənni Kamran Əliyevin başı qarışıq olub deyə, müğənni amnistiya, puldan basıb özünü amnistiya saldırıbdı. Amnistiya çıxandan sonra Kamran görüb ki, bəs bunu tutulduğu adam çıxıb amnistiya. İndi hardansa pisliyi eləyəcək də bunu. Təzədən tez cinayətçi qaldırtdırıb, 3-4 gündə azadlığa çıxan adamı təzədən cinayətçi qaldırıb nəzarətə götürdülər, basırlar içəri. Bəlkə də basırlar içəri.